Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Emmanuel Subeyran qurumun 92-ci baş sessiyasında iştirak edəcək Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti ilə görüşüb. Təşkilatın mənzil qərargahında keçirilən görüşdə agentliyin heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədr müavini Tamilla Əliyeva ölkəmizdə heyvan sağlamlığı sahəsində görülən tədbirlər haqqında məlumat verib, Azərbaycanda heyvan sağlamlığı və rifahı üçün həyata keçirilən tədbirlərdən danışıblar. Tərəflər təşkilatın İcraiyyə Nəzarət Komitəsinin üzvü seçilmiş Azərbaycanın regional komissiyasının vitse-prezidenti seçilməsindən söz açıblar. Ölkəmizin heyvan sağlamlığı və rifahı üçün həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri təkliflərini təqdim edib və bu təkliflər yüksək qiymətləndirilib. Regional aktivliyin yüksəldilməsi, ehtiyacların nəzərə alınması kimi təkliflər də müsbət qarşılanıb.